Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə nəbiyyina seyyidina Muhammedin və alə alihi və sahbihi əcmain. Əmmə bə'd. Oruclu üçün asma spreyi istifadə etməsinin hökmü nədir? Ən yaxın rəy odur ki, asma spreyi oruç tutanın orucunu pozmur. Bu, cövhə çatan bir mənfəzdən keçən cisim olub olmamasına görə deyil. Sadəcə məşəqqət və çətinliyə görədir. Şafi fəqihləri bu məsələnin hökmünün çıxara biləcəyi bəzi məsələləri açıq şəkildə qeyd etmişdirlər. Onlardan bəziləri bunlardır. Yolun tozu və onun ələnməsi zamanı yaranan toz bağışlanır, orucu pozmur və bunu ondan qorunmağın çətinliyi ilə əsaslandırmışlar. Hətta demişdirlər ki, əgər qəsdən ağzını açsa və içəri azacıq toz daxil olsa, bu zərər verməz, yəni orucu pozmaz. Çünki bu cinsdən olan şeylər bağışlanmışdır. Başqa bir məsələ. Əgər babasil xəstəsinin bağırsağının sonu çölə çıxsa və o bunu geri qaytarsa, orucu pozulmaz. Bunu isə izdirab, əzab-əziyyət ilə əsaslandırmışdırlar. Vəfat etmiş İordaniya müftisi Şeyx Nuh Əl-Quza isə asma spreyinin orucu pozması hökmünü vermişdir. Velhamdülillahi Rabbil alemin.